Salam değerli şagirdlər, hər vaxtınız xeyir olsun. Biz bugün sizlə yeni bir qaydanı öyrənəcəyik. Qaydamız definite article, yəni müəyyənlik artiklıdır. Biz daha əvvəllər sizlə qeyri-müəyyən artikellarını, yəni və ən artiklını keçmişdik. Xatırlayırsınızsa, əgər sözümüz saitlə başlayan isimlər idisə, bu zaman biz ən artiklını, samitlə başlayan isimlər idisə, artiklını işlədirdik. Məsələn, a cat, bir pişik. Burada cat samit olduğuna görə, yəni sözümüz samitlə başladığına görə biz burada artiklını seçdik. An yazırıq, apple, bir alma. Apple burada saitlə başladığına görə biz bu zaman artikl olaraq an artiklını seçirdik. Bu hansı qayda idi? Bu bizim indefinite article, yəni qeyri-müəyyən artikellarımız idi. Bugün isə biz sizlə öyrənəcəyimiz artikl Z artiklıdır. Z artiklı haqqında müəyyən məlumatlar öyrənəcək və onları tapşırıqlarda tətbiq edəcəyik. Deməli, ümumiyyətcə biz ən artiklını harda işlətmişdik? Tək isimlərin qarşısında işlətmişdik. Bəs Z artiklı harda işlədilir? Baxın, uşaqlar, bir isim götürürəm. Məsələn, deyirəm ki, book. Nə cür isimdir? Tək isimdir, düzdürmü? Görürsünüz, axırında S şəkilçisi yoxdur. Bəs nə cür isimdir? Sayıla biləndirmi? Sayıla bilməyəndirmi? Countable'dır, yoxsa uncountable'dır? Sayıla bilən isimdir. Sayıla bilən isim olduğuna görə, həmçində tək olduğuna görə biz bunun qarşısında yalnız artiklını işlədə bilirik. Biz bunda məsələn, isimimiz cəmdə olsaydı, books olsaydı, artiklını işlədə bilərdikmi? Əsla. Çünki cəm isimlərdən artikl işlədilmir. Və yaxud da sayıla bilməyən bir isim götürək. Do, rice. Rice sözün qarşısında artikl işlətmək olarmı? Əsla olmaz. Sayılmayan isimlərin qarşısında, cəm isimlərin qarşısında biz artikl işlətmirdik. Bəs artiklı, Z artiklı necə? Z artiklinin mənası nə deməkdir? Uşaqlar, deməli, belə bir cümlə yazılıb bura. Baxın. She has an umbrella. She has an umbrella. Onun çətiri var. Görürsünüzmü? Burada umbrella tək isim olduğuna görə qarşısında nə işlətdik? An artiklı işlətdik. She has an umbrella. Onun bir çətiri var. An'ın mənası da bir deməkdir. Umbrella saitlə başladığına görə, saitlə tələffüz olduğuna görə biz burada işlədəcəyimiz artikl an oldu. Həmin isimdən, yəni umbrelladan ikinci dəfə məlumat verirsə, digər cümlədə, artıq həmin cümlənin qarşısında biz Z artiklını işlədəcəyik. Baxın, the umbrella is green. Həmin çətir yaşıldır. Söhbət bir isimdən ikinci dəfə gedirsə, biz burada Z artiklilə işlədirik. Uşaqlar, ümumiyyətlə Z artiklı hansı isimlərin qarşısında işlənir? Yalnız tək isimlərin qarşısında mı işlənir? Xeyr. Həm sayıla bilən isimlərin, həm sayılmayan isimlərin, həm tək isimlərin, həm də cəm isimlərin qarşısında biz Z artiklını işlədə bilərik. Yəni Z artiklı ümumilikdə danışılan zaman Z işlədir. Yəni, konkret isim haqqında danışdıqda biz Z artiklını işlədirik. Məsələn, yazılıbdır ki, boys usually like to play football. Oğlanlar adətən futbol oynamağı sevirlər. Baxın, uşaqlar, burada boys, oğlanlar isimdir, düzdürmü? Biz bunun qarşısında hər hansı bir artiklı, məsələn, Z yazmamışıq. Çünki burada söhbət hansı oğlanlardan gedirsə bilinmir. Aydındırmı? Bizim üçün müəyyən deyil. Ona görə biz orada Z artiklini işlədə bilmərik. Yazılıbdır ki, the boys are playing football in our yard now. Oğlanlar indi bizim həyətdə futbol oynayırlar. Hansı oğlanlardan söhbət gedir uşaqlar burada? Həyətdə, bizim həyətimizdə oynayan müəyyən uşaqlardan. Artıq söhbət hansı uşaqlardan getdiyini bildiyimizə görə, bizim üçün müəyyən olduğuna görə biz burada Z artiklını işlətdik. The children in my group are friendly. Mənim qrupumdakı uşaqlar mehriban deyirlər. Baxın, hansı uşaqlardan söhbət gedir? In my group. Mənim qrupumdakı artıq uşaqlar bizə məlumdur. Məlum olduğu üçün biz burada Z artiklını işlədirik. Sonra biz sizdən həmçinin say mövzusunda keçmişik. Hansı sayılar keçmişdik sizlə? Biz sizlə miqdar sayıları keçmişdik. Həmçinin də sıra sayılarını keçmişdik. İndi həmin o sayıların qarşısında işlənən artikla baxırıq. Uşaqlar, yadınızda salın. First, birinci, sonra burada fifth, beşinci. Bunlar hansı sayılar hesab olunurdu? Bunlar sıra sayıları hesab olunur, düzdürmü? Sıra sayılarının İngiliscə adı nə idi? Yadınıza salın.
ordinal numeral. Sıra sayıların qarşısında biz Z artiklını mütləq işlədirdik. Bu artıq say bölməsindən olan bir qaydadır. İndi biz onu artikl bölməsində də keçirik. Ona görə də bizim üçün təkrar oldu. Əminəm ki, hər biriniz bilirsiniz. Dünyada təklik bildirən isimlər var ki, vahiddir. Yəni onlardan bir dənədir. The moon, ay, the sun, günəş, the sky, səma, the world, dünya, the earth, yer kürəsi. Uşaqlar, hansı ki bir dənədir, biz bütün dünya bu həqiqəti bilir ki, bunlardan yalnız bir dənədir. Biz həmin təklik bildirən isimlərin qarşısında mütləq Z artiklını işlədirik. Növbəti qaydamız isə to play-dən bağlıdır. To play oynamaq mənası var to play feilinin, həmçinin də çalmaq mənası var musiqi alətlərini. Deməli, to play sözündən sonra musiqi alətlərindən söhbət gedirsə, biz burada Z artiklını işlədəcəyik. Yox, əgər play sözündən sonra idman oyunlar adlarından söhbət gedirsə, biz burada Z artiklını işlətməyəcəyik. Uşaqlar, baxın, to play, jitter, gitara çalmaq, to play violin, skripka çalmaq, to play piano. Burada biz nə gətirib qoyuruq? Z artiklını. Gördünüzmü? She plays the piano. O pianino çalır. Baxırıq görək, playdən sonra gələn musiqi alətidir, yoxsa oyun adlarıdırmı? Baxın burada, my son plays tennis. Mənim oğlum tenis oynayır. Burada artıq oyun adından söhbət getdiyinə görə biz burada Z artiklını işlətməyirik. Yəni, to play feilindən sonra gələn oyun və yaxud da musiqi aləti olmağına diqqət edərək biz Z artiklının düzgün formasını, yəni düzgün yazılma qaydasını öyrənəcəyik. Növbəti, bütün ailə üzvlərindən söhbət gedirsə, yəni biz ailədən danışırıqsa, soyadlardan söhbət gedirsə, biz burada Z artiklını işlədirik. The Manafovs, Manafovlar ailəsi. The Aliyevs, Aliyevlər ailəsi. Yazıram, The Browns, Brownlar ailəsi. Burada görürsünüzmü soyaddır. Hardan bilirik? Başlığında Z artikli mütləq şərtdir və sonunda mütləq S şəkilçisi olur. Növbəti qaydamız language, yəni dil sözü ilə bağlıdır. Language-də deməli qayda necədir? Yazılıbdır, he learns English. He learns the English language. Yəni ki, uşaqlar, əgər söhbət yalnız dil adını verirsə cümlələrdə, testlərdə, biz burada Z artiklını işlətməyəcəyik. Bəs əgər burada language sözü varsa, dil sözü varsa, biz mütləq orada Z artiklını da işlədəcəyik. Məsələn, I speak English. Biz burada Z artiklını işlətmədik. I speak the English language. Mən ingilis dilində danışıram. Əgər dil sözü gəldisə, language sözü gəldisə, Z də mütləq işlənəcəkdir. Su hövzələri ilə bağlı uşaqlar qaydamız var. Su hövzələri ilə bağlı qaydamız odur ki, əgər çaydır, dənizdir, göldür, okeandır, bu kimi adlarla biz mütləq Z artiklını işlədəcəyik. Baxın, The Caspian Sea, Xəzər dənizi, The Kür, Kür çayı, The Baykal, Baykal gölü. Bunlar su hövzələridir. Su ilə bağlı nə varsa, biz onun qarşısına Z artiklını qoyacağıq. Sea dəniz deməkdir. Ümumiyyətcə göldür, dənizdir, çaydır, river. Baxın, bu sözləri unutmayın ki, river, sea, lake, ocean. Bu sözləri unutmayın ki, verilən adların yanında həmin sözləri görəndə biz bilək ki, artıq su hövzəsindən söhbət gedir. Ola bilər ki, siz hər hansı bir çayın, gölün adını bilməyə bilərsiniz. Bu normaldır, çünki siz hələ ibtidai sinifsiz, yuxarı sinifə qalxdıqca bunlar haqqında tam ətraflı məlumat alacaqsınız. Amma tanımamağınız bəzilərini normaldır. Ona görə də biz ən azından okean sözünü, çay sözünü, dəniz sözünü, göl sözünü bilməliyik ki, söhbət su hövzəsindən getdiyini biz bilək. Amma uşaqlar, deməli, Baykaldan bağlı bir qaydamız var. Qaydamız nədir? Deməli, burada əgər Baykal sözünün qarşısında lake varsa, biz o zaman Z-ni işlətmirik. Yəni, ikisindən biri olmalıdır. Ya deməli sən Lake Baykal, Baykal gölü ya da Z Baykal. Yəni, həm burada mən Z yazım, həm burada götürüm Lake yazım. İkisi bir arada olarmı? Olmaz. İkisindən birini yazın. Ya Lake Baykal ya da Z Baykal. Hər ikisi də doğru versiya hesab olunur. Ölkə, şəhər, kənd, rayon adlarının qarşısında heç bir artikl işlədilmir. Baxın, Baku, London, bunların qarşısında heç bir artikl işlətmək olmaz. Şəki, Azərbaycan, Great Britain. Görürsünüzmü, ölkə adları, şəhər adlarının qarşısında biz artikl işlətmədik. Hansı hallarda işlədirik? Əlbəttə ki, artikl mövzusunda saysız, hesabsız, çoxlu istisnalar var. Bu istisnalardan biri də, əgər biz respublika sözünü görürüksə cümlədə, republic, kingdom,
federation, federasiya, state sözləri, ştat sözləri gələrsə, biz həmin cümlədə the article-ı mütləq işlədəcəyik. The United Kingdom, Birləşmiş Krallıq. Görürsünüzmü? United sözünə görə biz işlətdik. The United States of America. Amerika Birləşmiş Ştatları, the USA. Görürsünüz, UK. Bunlar hamısı qısaldılmış formalarıdır. Biz burada gördük ki, hansı söz işlətdik? State sözünü işlətdik. State sözü var, United sözü var. Bağışlayın, Kingdom sözü var. Azərbaycan Republic, Azərbaycan Respublikası. Republic sözü varsa, mən mütləq orada the article-ını işlədəcəyəm. Millət adları, ingilislər deyəndə the English, the British, the Chinese. Görürsünüzmü? Millət adlarında biz mütləq the article-ını işlədirik. The English like to drink tea with milk. İngilislər çayı südlə içməyə xoşlayırlar. Söhbət millət adından getdiyinə görə biz burada the article-ını işlədirik. TV sözünə baxaq. Uşaqlar, televizor izləməkdən radio dinləmək arasında fərq var və hər ikisində fərqli qaydanı tətbiq edirik. We watch TV every day. Televizor sözü ilə biz burada watch the TV işlətmirik. Burada article olmur. Biz hər gün televizor izləyirik. We listen to the radio every day. Biz hər gün radio dinləyirik. Listen to the radio. Görürsünüzmü? Burada the article-ını işlətdi. Radioda dinləməkdə işlədirik, televizor izləməkdə isə işlətmirik. Nəqliyyat vasitələri ilə. Normalda nəqliyyat vasitələri maşının içində olanda bu kimi ifadələrdə z işlədilir. Amma nəqliyyat vasitəsində ismin qarşısında by car, maşınla, by bus, avtobusla, by plane, təyyarə ilə, by söz önündən sonra nəqliyyat vasitələrində biz heç bir artikeldan istifadə etmirik. Hələ ki, qaydamız bu qədər. Artikel mövzusu burada tükənirmi? Əsla. Artikel çox böyük bir mövzudur və incə məqamlar çoxdur. İnşallah növbəti tədris ilində 5-ci siniflərdə biz bu mövzunu ətraflı şəkildə öyrənəcəyik və video izah şəklində kanalımıza yerləşdirəcəyik. İndi isə həmin qaydaya tətbiq etmək üçün bir tapşırığa baxaq. Birinci tapşırığa baxırıq. Fill in the gaps with an. Boşluqları ə və yaxud da n ilə yazın. Butterfly təkdə olduğu üçün biz bura yazırıq a butterfly. Apple Said ilə başladığına görə, burada daha doğrusu Samitlə olduğuna görə ə qoyduq. Burada isə Saidlə başlayan isim olduğuna görə an apple. Egg yumurta deməkdir. Yazıram an egg. Bird Samitlə başladığına görə a bird. Elephant Saidlə başladığına görə an elephant. Aunt saytla başladığına görə an aunt. Uşaqlar, uniform. Qaydamız necə idi? Deyirdim ki, uniform sözündə biz normalda u sayt kimi görürük, düzdürmü? Amma biz bunu necə tələffüz edirik? Uniform. Uniform dedikdə artıq biz görürük ki, biz burada hansı səsi verdi? Samit səsi verdi, düzdürmü? Samit səsi verdiyinə görə biz burada gətirib yazırıq a uniform. Çünki samitlə tələffüz olunur. A flower, an a leaf, an hour. Burada necədir bəs qayda? Hour sözündə h samitdir, h hərfi, düzdürmü? Tələffüzdə necə olur? Hour. Tələffüzdə sait olduğuna görə mən burada an hour yazıram. Növbəti yazımızı silək, mane olur artıq bizə. Old woman, yaşlı qadın. Woman normalda samitlə başlayan bir sözdür. Biz bunun qarşısında a woman yaza bilərdik. Ancaq qarşısında bir sifət gəldiyinə görə old, yaşlı, sifətin də ilk hərfi, sifətimizin ilk hərfi sait olduğuna görə biz burada yazırıq an old woman. Orange, an orange. A baby, an ox, a man. An interesting film. Film doğrudur. Samitlə başlaya bilər. Film yazsaydım doğruydu. Ancaq qarşısında nə gəldi? Interesting sifət gəldi və sifətim də saitlə başladığı üçün mən burada an interesting yazıram. An umbrella, a mouse, an uncle, a black umbrella. Bu kimi tapşırıqlara diqqətli olaq. Növbəti tapşırığımıza baxaq. Yenə də bizə nə lazımdır? A artiklı və yaxud da an artiklı. It is my umbrella. Bu mənim çətirimdir. My burada yəli əvəzi idi. Uşaqlar, yəli əvəziklərindən əvvəl biz artikl yazmırıq. It is a my umbrella tamamilə yanlış versiyadır. Ona görə də boşluq saxlayırıq, heç bir şey yazmırıq. There is an ant on the leaf.
Burada biz ən yazırıq. Niyə? Ən çünki sait ilə başlayan isim olduğuna görə, təkid olduğuna görə ən yazırıq. This woman is our teacher. Bu qadın bizim müəllimimizdir. Our burada yəli əvəzli olduğu üçün qarşısında hər hansı bir artikel yazmırıq. She is an old teacher. O yaşlı bir müəllimdir. Niyə burada ən yazdıq? Çünki old sifətimizin birinci hərfi saitdir. I have an idea. Mənim bir fikrim var. My friend's father is a vet. Burada isə boşluq qoyuruq. Çünki yəlik halında bir ismimiz var. Yəlik halından sonra artikel əsla olmaz. There are mice in the garden. Mice, mouse sözünün cəmidir, sıçanlar deməkdir. Cəmdə işlənən ismin qarşısında biz ən artikeli yaza bilmərik. Baku is a nice city. Bakı gözəl bir şəhərdir. City tək isim olduğuna görə biz bunun qarşısında artikeli qoyduq. Rahim wants to be an engineer. Mühəndis olmaq istəyir. Engineer sifəti isminin birinci saiti olduğuna görə biz burada ən yazdıq. Her mom cooks meat 3 times a week. Meat burada salmi isimdir. Salmi isim qarşısında biz artikel işlətmirik. Do you have a computer? Sənin kompüterin var. Bir kompüterin var. Bəli, artikel burada qoyuruq. Sona is an artist. She is a good artist. Burada Sona bir rəssamdır. Artist saitlə başladığına görə ən. She is a good artist. Burada artıq biz artist sözünə baxmırıq. Onun qarşısındakı sifətin birinci hərfi, yəni C hərfinə baxıb qoyuruq. Sifətin ilk hərfinə görə uzlaşdırırıq. My son likes eating an orange. Portağal yeməyi sevir. There is a knife and plates on the table. Knife təkdə olan isimdir. Mütləq artikel qoymalıyıq. He has a car. It is an expensive car. Onun bir maşını var və o maşın bahalıdır. It is an expensive car. Bahalı maşındır. Expensive sifətin birinci hərfi sait olduğuna görə biz bunu uzlaşdırıb ən artikelini yazırıq. He likes to drink orange juice. Burada çaşmayalım uşaqlar. Çünki biz burada juice-dən söhbət getmir. Juice-ə baxmırıq. Meyvə şirəsindən bağışlayın. Daha doğrusu juice-ə baxırıq. Çünki burada orange juice nə deməkdir? Portağal şirəsi. Normalda orange sözü tək gələrdisə əgər, yəni mən burada juice sözünü görməsəydim, nə qoymuşdum? Ən orange yazardım, düzdürmü? Əgər söhbət portağaldan gedirsə. Ancaq söhbət portağaldan getmir. Söhbət burada juice sözündən gedir. Yəni meyvə şirəsindən gedir. Meyvə şirəsi isə sayılmayan isim olduğuna görə biz bunun qarşısında hər hansı bir artikel yazmırıq. I see a pen and pencils on your desk. Burada pen təkdə olduğuna görə artikeli, pencils isə cəmdə olduğuna görə artikel işlətmirik. There isn't butter in the fridge. Soğuducuda yağ yoxdur. Butter nə cür isimdir? Sayılmayan isimdir. Sayılmayan isimin qarşısında artikel işlətmirik. They have old books. Ya onların köhnə kitabları var. Books cəm isim olduğuna görə artikel işlətmirik. She has an uncle. Onun bir dayısı var. He has a son. Onun bir oğlu var. Tək isimlərin qarşısında artikellərini qoyuruq. Uncle burada saitlə başladığına görə ən, son samitlə başladığına görə ə. My grandparents have white hair. Mənim valideynlərimin, yəni nənəm və babamın ağ saçı var. Hair sayılmayan isim olduğuna görə biz onun qarşısında hər hansı bir artikel işlətmirik. Maraqlı mövzudur uşaqlar. Sadəcə diqqət tələb eləyən və təkrarı sevən mövzudur. İnşallah sizin yaddaşınıza tamamilə oturar. İnşallah əyani dərslərdə mən sizin üçün daha ətraflı digər testlərdə müəyyən nümunələrlə izahlar verəcəyəm. Hər birinizə uğurlar. Sona qədər dinlədiyiniz üçün sizə afərin.